Salam müəllimlər. Bildiyimiz kimi bu il, yəni 2026-cı ildə bütün texnologiya müəllimləri, yəni ilk dəfə işə girib və 3 il işləyən, artıq 3 ili tamam olan və illərdir fəaliyyət göstərən müəllimlər hər biri sertifikasiya imtahanından keçəcək. Və bunu nəzərə alaraq RT, yəni Təhsil İnstitutu da müəyyən nümunə sualları bizə təqdim etdi. Deməli müəllimlər, bildiyimiz kimi texnologiya fənninin 4 məzmun xətti var və həmin məzmun xəttləri birinci emal texnologiyaları, ikinci texnika elementləri, üçüncü məişət mədəniyyəti, dördüncü qrafika olaraq müəyyənləşir. Və biz bunları öz məzmun xəttimiz kimi götürürük. Yəni, hər hansısa bir yerdə də standart əgər bir rəqəmi ilə başlayırsa, deməli bu birinci məzmun xəttidir. 2 rəqəmi ilə başlayarsa, ikinci məzmun xətti texnika elementlərinə aiddir. 3 rəqəmi ilə başlayarsa, üçüncü məzmun xətti məişət mədəniyyətinə aiddir. 4 rəqəmi ilə başlayarsa, bu zaman deməli 4-cü məzmun xətti qrafikaya aiddir. Və müəllimlər, məzmun xəttləri üzrə bizə hansı məzmun xətti üzrə neçə dənə sual düşəcək? İlk öncə onunla tanış olaq. Emal texnologiyaları məzmun xətti, yəni birinci məzmun xətti üzrə sual sayımız 17 ədəd olacaq. Emal texnologiyaları dedikdə həm oduncağın emalı, həm parçanın emalı texnologiyası, həm metalın emalı texnologiyası, yəni daha çox bölməni əhatə etdiyi üçün mövzular da buna aid çoxdur, ona görə sual sayı çox olacaq. Texnika elementləri isə 13 sualı əhatə edəcək, məişət mədəniyyəti 12 sualı əhatə edəcək, qrafika isə 8 sualı əhatə edəcək. Bu hissələr haqqında RT-nin özünün paylaşımında ətraflı şəkildə məlumat verilmişdi. Buna görə də təkrarçılıq olmasın deyə mən sadəcə sualları sizlərə təqdim etmək istəyirəm. Çünki bəzi müəllimlər dedi ki, suallar məndə açılmadı, suallara baxa bilmədim. Və müəllimlər, imtahanda sualların məzmunu necə olacaq? Bu hissəyə baxaq. İmtahan sualları necə təşkil olunacaq? Suallar yalnız qüvvədə olan dərsliklərə və çərçivə sənədinə əsaslanır. Yəni, belə deyək, qüvvədə olan hazırki dərsliklərdə hansı materiallar varsa, sadəcə onlar veriləcək. Belə deyək, çıxarılmış məlumatlar olmamalıdır. Yəni, bunların dediyinə görə olmayacaq. Təki olmasın, yenə də hər bir hissəni diqqətdə saxlamaq lazımdır. İkinci hissəyə baxaq. Suallar, şəkillər, sxem, cədvəl, Venn diaqramı formasında təqdim oluna bilər. Bəli, müəllimlər, ümumiyyətlə şəkilli sualları artıq biz son illərdə MİQ imtahanlarında da görürük. Sxem formasında da verilə bilir, həmçinin cədvəl formasında olan suallar ki, mən bunu müəllimlərimə çox istifadə elətdirirəm. Hətta MİQ-ə düşmədən öncə də mən bunları istifadə elətdirirdim. Çünki bu cədvəl sualları sanki insanın beyninin pasını açır, beyin jimnastikası kimi effektivdir. Venn diaqramı formasında da, təbii ki, Venn diaqramda bildiyimiz kimi bu diaqramdır və burada oxşar və fərqli cəhətlərin tapılması göstərilir. Daha sonra isə baxaq müəllimlər. Suallar deyir, ardıcıllıq, seçmə, uyğunluq, situativ və hesablama tipli suallar ola bilər. Bəli, müəllimlər, hər hansısa bir hissədə ardıcıllıq ümumiyyətlə MİQ-də də düşür, həmçinin sertifikasiyada da olacaq. Seçmə hər hansısa bir qarışıq məqamı verir və deyir ki, buradan biri fərqlidir, fərqli olanı seçirik. Uyğunlaşdırmalar, müxtəlif uyğunlaşdırma tipli suallar olur ki, məsələn, birinci A-ya uyğundur, ikinci C-yə uyğundur. İndi suallarda biz onları görəcəyik. Situasiya, yəni hər hansısa bir şəxsləndirmə göstərilir, situativ problem ortaya qoyulur, amma yenə də həmin o situasiya kitabda olan məlumata əsaslanır. Əgər siz kitabda olan məlumatı tam olaraq bilirsinizsə, bu zaman situasiyalarla işimiz rahat olacaq. Hesablama sualları isə müəllimlər, bu PDF-də öz əksini tapmayıb, yəni onların sualları arasında mən bunu görə bilmədim, amma yenə də siz hazırda qüvvədə olan, dərsliklərdə olan düsturlar və onlara aid məsələ və misalları çalışın edəsiniz ki, həmin suallarla qarşılaşdıqda çətin olmasın. Dördüncü hissəyə baxaq. Deyir, sualların çətinlik səviyyələri necə olacaq? Çətinlik dərəcələrinə görə asan, orta və çətin olmalıdır. Yəni, 3 səviyyədə suallar təqdim olunacaq. İndi isə suallara keçid alaq. Birinci sualımız. Deyir ki, şəkildə verilmiş məlumatlar hansı üsul ilə bəzədilmişdir? Bu sual müəllimlər 8-ci sinif texnologiya dərsliyində yandırma mövzusuna aiddir. Baxın, görürsünüz, burada
taxta detallardır. Üçü də taxta üzərində işləmədir. Yəni variantlarımıza baxaq. Deyir naxış basma üsulu. Naxış basma metal üzərində aparılan bir prosesdir. Kəsmə ilə oyma üsulu. Burada oyma demək olar ki, yoxdur. Yəni sadəcə səthin üzərində yandırılmış, közərilmiş bir xətlər, izlər görürük. Sonra verib bıçqılama ilə oyma. Bıçqılama ilə oyma da yoxdur. Burada bıçqılama ilə oymaya biz kitabda nümunə olaraq balıq fiqurunu görmüşük. Sonra Y variantında deyir zərb etmə üsulu. Zərb etmə üsulu da bilirik ki, metalda tətbiq olunan bir üsuldur. Və burada yerdə qalır yandırma üsulu. Yəni bu sualımızda müəllimlər doğru cavabımız olacaq D variantı, yandırma üsulu. Biz bunu elə oduncaq məmulatlarına baxaraq da seçə bilirik ki, yəni şəkillərdə olanlar hamısı oduncaqdır və onun üzərində müəyyən bir səthlər yandırılmışdır. Və eyni bu şəkil kitabda da var. Əgər siz kitabdan yəni onu yadda saxlamısınızsa, daha rahat şəkildə bu testi tapacaqsınız. Belə də digər üsullar haqqında, variantlarda verilən üsullar haqqında əgər məlumatınız varsa, məntiqlə də düşünərək bu sualı tapmaq mümkündür. Növbəti suala keçid alaq. Deyir ki, meşə materiallarının adlarını variantlara uyğun müəyyən edin. Bu artıq bir uyğunlaşdırma sualıdır müəllimlər. Bu testləri mən müəllimlərimə çox istifadə etdirəm. Yəni demək olar kitablarda o şəkil qalmır ki, biz onu test formasında işləməyək. Deməli 6-cı sinifdə verilirdi bu. Birinci verib şalban, ikinci qolbudağı kəsilmiş ağac, üçüncü kötük, dördüncü isə tir verilib. İndi isə şəkillərə baxaq müəllimlər. Şəkildə nə görürük? Birinci A variantına baxaq. A variantında sanki elə ağac formasındadır. Aşağı hissəsi daha qalındır. Digər uc hissəyə getdikcə isə nazikləşir. Və buradan artıq biz içini bura aid edirik. Yəni qolbudağı kəsilmiş ağac A-ya aiddir. A 2-dir. Sonra baxırıq. İçini A olaraq tapdıqsa müəllimlər, baxın, əgər elə birinci A-nı tapa bildiksə, digər bütün variantları silə bilirik. Baxın, E variantında da 2C-dir, sonra D variantında 2B-dir, B variantında 2B-dir, A-da da yenə 2B-dir və ortada qalır bir dənə C variantı. Baxın, bir dənə belə məlumatı tam dəqiq bilmək bəzən testlərdə bizim çox köməyimizə gəlir. Sonra digər variantlara da yenə də biz nəzər salaq. B variantına baxırıq müəllimlər. B variantı isə şalbandır. Yəni, bir rəqəmini əhatə edəcək. Şalbanı göstərir. Daha uzun formadadır və biz bilirik ki, şalbanın uzunluğu ən azı 3 metrdən daha çox olmalıdır. Sonra C variantına baxaq. C variantı isə tirdir müəllimlər və 4 rəqəmini əhatə edəcək. Tirin uzunluğu isə 2-4 metr olur. Ən kiçik qısa meşə materialı isə kötükdür. Bu isə C variantını əhatə edəcək. Deməli müəllimlər, biz buradan belə qənaətə gəldik ki, birinci şalbanı hardan tapırıq? Birinci B-dir, ikinci qolbudağı kəsilmiş ağac A variantıdır, üçüncü kötük C variantıdır, ən axırıncı, dördüncü tir isə C variantıdır. Yəni müəllimlər, bu sualda bizim doğru cavabımız olacaq C variantı. C variantı. Növbəti sualımıza keçid alaq. Deyir ki, hansı birləşmə həm də künc-yeşik birləşməsi adlanır? Variantlara baxaq. 1. A açıq 1 qat, B açıq 2 qat, C açıq 3 qat, D düz bağlı, Y düz açıq. Ümumiyyətlə, axırıncı variant düz açıq deyə bir zıvana birləşməsini biz öyrənmirik. Və burada variantlarda verilənlər hamısı zıvana birləşməsinin növləridir. Yəni, detalın qalınlığından asılı olaraq zıvana birləşməsi 4 formadadır. Açıq 1 qat, açıq 2 qat, açıq 3 qat və düz bağlı formada olur. Və açıq 3 qat birləşmə, yəni C variantında verilmiş birləşmə künc-yeşik birləşməsi adlanır müəllimlər. Çünki açıq 3 qat formasındadır və hər hansısa bir küncü xatırladır. Ona görə də künc-yeşik birləşməsi adlanır. Bu sualda bizim doğru cavabımız olacaq C variantı. Növbəti sual. Deyir ki, bu hörmə üsulundan məftilin uclarından birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları düzmək lazımdır.
Bu muncuq hörmə texnikasının hansı üsuludur? Baxın müəllimlər, bu 5-ci sinifdə olan muncuq hörmə üsullarına aiddir. Muncuq hörmə üsullarını mən neçə il bundan qabaq hələ öz videomla izah etmişdim. O videonu izləsəz kanalımdan bu zaman daha yaxşı başa düşərsiniz. Yəni açar sözlərlə də yadda saxlamaq lazımdır, gedişatını da bilmək lazımdır. Əgər bir yerdə sonuncu muncuğu düzdük və sonuncu muncuqdan sonra əks istiqamətdə də həmin ucu keçirdiksə, bu deməli iynəyə bənzər hörmədir. Bu sualda doğru cavabımız iynəyə bənzər hörmə adlanır. Yəni iynəyə bənzər hörmənin açar sözləri sonuncu muncuq və əks istiqamətdədir və bir də onu deyim ki, sonuncu muncuğu keçirdikdən sonra niyə əks istiqamətdə qaydırıq? Çünki o iynənin dəlik hissəsi, yəni iynənin gözü deyirik. Həmin hissə o fiqurda alınmalıdır. Ona görə də geri qaydarıq, əks istiqamətdə gəlmək lazımdır. Növbəti sualımıza baxaq. Növbəti sualımız isə 9-cu sinif mövzularına aiddir, oduncağın bəzədilmə üsullarına. Deyir ki, şəffaf bəzəmədən əvvəl, bizə hansı bəzəmə lazımdır? Şəffaf bəzəmə. Şəffaf bəzəmədən əvvəl oduncağı bəzəməyə hazırlayarkən bir neçə əməliyyat yerinə yetirilir. Bunlar hansılardır? Deməli, müəllimlər, bu hissə oduncağın bəzədilmə üsullarına aiddir və biz bilirik ki, oduncağın bəzədilmə üsulları 4 dənədir. Mən hər zaman müəllimlərə deyirəm ki, açar söz olaraq bunu qoşma sözü kimi yadda saxlayaq, amma son anı orada unudaq. Deməli, qeyri-şəffaf, qeyri-şəffaf, o oxşatma, şəffaf, məxsusi bəzədilmə. Yəni 4 bəzəmə forması var və biz bu sualda oradan sadəcə şəffaf bəzəmədən danışacağıq. Şəffaf bəzədilmədən əvvəl 3 əməliyyat aparılır müəllimlər. Həmin o 3 əməliyyatlara baxaq indi hansıdır? A-da verib ki, ölçmə, cilalama, ağac xovunun təmizlənməsi. Baxın, mən niyə ölçüm ki? Axı, artıq mən bəzəyirəm. Bu bəzəyirəmsə, bu hazır məmulat olmalıdır. Mən bunu ölçməli deyiləm. Sonra B-də deyir ki, kəsmə, cilalama və ağac xovunun təmizlənməsi. Burada da kəsmə uyğunluğu pozur. Çünki mən artıq bunu bəzəyirəm. Bəzəyən vaxtı mən niyə kəsməliyəm ki məmulatı? C-də deyir ki, mişarlama, təmizləmə və rəngləmə. Yenə burada da mişarlama, təmizləmə, yəni bunlar artıq təmizləmə aiddir o həmin hissəyə, amma rəngləmə, yəni bu əvvəlki prosesi soruşur. Rəngləmə artıq bəzədilmənin özünə aiddir. Həmçinin də şəffaf bəzəmədən söhbət gedirsə, orada rəng ola bilməz müəllimlər. Yəni rəngdən istifadə etmirik, şəffaflıq lazımdır orada, şəffaf lak vuracaq. D variantına baxaq. Təmizləmə, cilalama və ağac xovunun təmizlənməsi. Bəli, müəllimlər, doğru cavabımız elə D variantıdır. Təmizləmə, cilalama və ağac xovunun təmizlənməsi şəffaf bəzəmədən öncə aparılan 3 əməliyyata aiddir. Y variantında da deyir mişarlama, təmizləmə və cilalama. Burada da mişarlama hissəsi uyğunluğu pozur. Bu sualımızda doğru cavabımız olacaq D variantı. Təmizləmə, cilalama və ağac xovunun təmizlənməsi. Növbəti sualımıza keçid alaq. Deyir ki, qatlama birləşdirilməsinin alınma ardıcıllığı hansı variantda düzgün göstərilmişdir? Bu sual isə 5-ci sinif suallarına aiddir. Biz bilirik ki, nazik təbəqə metal və məftillər qatlama üsulu ilə birləşdirilir, bir də pərçimləmə üsulu ilə birləşdirilir. Qatlama üsulu ən geniş yayılmış üsulu idi. İndi isə qatlama üsulunu bizdən ardıcıllıqla verməyimizi istəyir. İndi onun ardıcıllığını tapaq. Müəllimlərimə də hər zaman işlətdiyim suallardan biridir bu sualda. Deməli, birinci deyir ki, təbəqələri 90 dərəcə bucaq altında kənarlarından 6-8 mm əyirlər. Bəli, müəllimlər, təbəqələri 90 dərəcə bucaq altında kənarlarından 6-8 mm əymək elə özü birinci mərhələyə aiddir. Sonra 2-də deyir ki, taxta çəkizlə pilləli tirciyə zərbələr vurmaqla etibarlı bərkidirlər. Bu sonraki mərhələlərə aiddir hələ ki, biz bunu çıxırıq buradan. Baxın, burada 1 ilə başlayan, 1 ilə başlamayan variantları ümumiyyətlə çıxaq. B getdi, C getdi və Y də getdi. Sadəcə burada kiçikdir deyə suallar çox kiçik deyə düzgün xətləmə verə bilmirəm. 1 ilə başlayan 2 variantımız qaldı. Biri A variantıdır müəllimlər, biri də D variantıdır. Və birdən sonra 2-ni biz qəbul etmirik, deyirik ki, növbəti sıralarda da 2 rəqəmi. Deməli ki, A variantını da biz buradan çıxırıq. A variantı da aid deyil müəllimlər.
İndi baxırıq sadəcə qaldı nə? D variantı. Görürsüz necə sadə formada variantı mən rahatlıqla tapdım. Üçüncü hissəyə baxaq. 3-də deyir ki, sonra təbəqəni çevirir və əyilmiş kənarları 2-3 mm aralıq qoymaqla qatlayırlar. Bəli, müəllimlər. Birdən sonra 3-ü götürürük. Sonra 4-ə baxaq. Deyir, birləşmə zolağında olan çıxıntı təbəqələrə aralanmaq imkanı vermir. Bu hissəni də hələ ki saxlayırıq. Çünki biz zolaqda olan çıxıntını birinci yaratmalıyıq, ondan sonra onu etməliyik. Sonra 5-ə baxaq. Deyir, təbəqələrin qatlanmış kənarlarını bir-birinə keçirib qıfıla salırlar. Bəli. Sonra qıfıla salmaq lazımdır. 5 rəqəmi gəlir. Qıfıla saldıqdan sonra 2 gələcək. Yəni taxta çəkizlə pilləli tirciyə zərbələr vurmaqla etibarlı şəkildə bərkidilir. Daha sonra isə ən axırda 4 gələcək. Birləşmə zolağında olan çıxıntı təbəqələrə aralanmaq imkanı vermir. Yəni müəllimlər, bu sualımızda bizim doğru cavabımız olacaq D variantı. Doğru cavabımız olacaq D variantı. Müəllimlər, indi isə növbəti sualımıza keçid alaq. Bu sualımız isə 7-ci sinifdə əl alətləri ilə yerinə yetirilən tikişlər mövzusuna aiddir və həmin mövzuda müəllimlər çox vaxt çətinlik çəkirlər. O mövzu gizli basdırma tikişlərindən bəhs edir. Həmin tikişlər isə 3 formada verilmişdir: çəpinə, xaçvari və düz tikiş olaraq. İndi baxaq görək bizdən nə istəyir. Daha bir uyğunlaşdırma sualıdır müəllimlər. Deyir, şəkildə verilmiş qatlama tikiş növlərini adlarına uyğun şəkildə düzgün sıralayın. Deməli, adlarına uyğunlaşdırmalıyıq, həm də düzgün şəkildə sıralamalıyıq. Demək olar ki, adlarını tapsaq, o zaman düzgün sıralamış olacaq müəllimlər. Və diqqət verək ki, bu hissə sırf kitabda olduğu ardıcıllıqda deyil. Bəzən olur ki, müəllimlər deyir ki, kitabda mənim yadımdadır, o şəklin yeri harda idi, bu şəklin yeri harda idi. Məsələn, A-da birinci idi, B-də ikinci, hansı idisə, hə müəllim, yadımda saxlamışam, testdə tapa bilərəm. Amma bəzən kitabda olduğu ardıcıllıqla verilmir, oradan kənara çıxır. Deməli, müəllimlər, A-da verib çəpinə tikişlə qatlama, B-də verib xaçvari tikişlə qatlama, C-də isə düz tikişlə qatlama verilmişdir. Deməli, biz bunu rahat şəkildə tapa bilərik, amma necə tapaq? Burada ola bilsin şəkil biraz toran düşüb, amma siz kompüterdə bu sual gördükdə aydın şəkildə görəcəksiniz müəllimlər. Deməli, biz bu hissədən baxırıq ki, tikişlər, baxın, ikinci şəkildə bütün tikişlər düz formadadır. Əgər diqqət etsəz, tikişlər düz formadadır. Baxın, düz bucaq altında yerləşib tikişlər. Deməli, bu hansıdır? Düz tikişlə qatlamadır. Yəni, 2 olacaq C. Sonra 1-ə baxaq. 1-də isə müəllimlər fikir versəz, saplar hamısı baxın çarpaz gedir. Çarpaz formada gedir. Deməli, bu hansıdır? Xaçvaridir. 1 nəyə aiddir? B-yə aiddir. 3-ə baxaq. 3-də isə görürsünüzsə, əgər qırmızı saplar hamısı belə çəp istiqamətdə gedib. Hamısı sanki yıxılmış vəziyyətdədir, çəpdir. Buradan da belə nəticə çıxarırıq ki, 3-cüdə A-ya aiddir müəllimlər. Yəni, A şəkli, 3-cü şəkildə A-nı çəpinə tikişlə qatlamanı əhatə edəcək. Baxın, elə görsəl olaraq, vizual şəkildə biz tikişlərin istiqamətindən onları tam şəkildə uyğunlaşdıra bildik. Deməli, müəllimlər, bizim seçdiyimiz variant necə oldu? 3A oldu, 1 oldu B, 3A, 2 isə C oldu. Deməli, bizim burada doğru cavabımız nə olacaq? D variantı olacaq, müəllimlər. Doğru cavabımız olacaq D variantı. 1B, 2C, 3A. Y variantı ilə də uyğunluğu var, amma burada 2 və 3-cü sualların variantları fərqlidir. Doğru cavabımız D variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımızda yenə bir uyğunlaşdırma sualıdır. Ümumiyyətlə, uyğunlaşdırma sualları artıq imtahanlarda üstünlük təşkil edir. Deyir ki, uyğunluğu müəyyənləşdirin. Birinci, pasterizə edilmiş süd, ikinci isə sterilizə edilmiş süd. Biz bilirik ki, satışda südlər 2 cür olur. Pasterizə və sterilizə edilmiş formada. İndi onlara aid uyğun cavabları biz burada uyğunlaşdıracağıq. Bu da 6-cı sinif mövzularına aiddir. A. 120-140 dərəcə Selsiyə qədər qızdırılaraq alınan süddür. Əgər 120-140 dərəcə deyirsə, müəllimlər, bu sterilizə edilmiş süddür. Yəni, A 1-də, 2-də olacaq.
2-yə A aiddir. B-yə baxaq. Deyir 0-6 dərəcə temperaturda saxlama müddəti 2 gündən 5 günə qədərdir. Əgər saxlama müddəti 2 gündən 5 günə qədərdirsə, deməli bu pasterizə edilmiş süddür. C-yə baxaq. Deyir bu südü hermetik qabda uzun müddət 4 aya qədər saxlamaq mümkündür. Bəli, burada 4 ay sözünü gördünüzsə, buradakı 4-lə bu 140-da olan 4-ü rahat şəkildə uyğunlaşdırıb sterilizə edilmişdə yadda saxlaya bilərsiniz. Yəni, C-ni də aid edirik yenə də sterilizə edilmiş südə. 140 və 4 ay. O hissədən yadda saxlamaq mümkündür. D variantına baxaq. Deyir, 72-75 dərəcə Selsiyə qədər qızdırılaraq alınan süddür. 72-75 dərəcə qızdırma isə pasterizə edilmiş südə aiddir. Yəni, D variantı da aid olacaq 1-ə, pasterizə edilmiş südə. Deməli, biz buradan doğru cavabımızı tapaq. Birinci B və D-dir, ikinci isə A və C. Deməli, müəllimlər, bu sualda doğru cavabımız olacaq C variantı. Doğru cavabımız C variantı. Növbəti suala baxaq. Çox sadə bir sualdır. Hətta son olaraq summativ sual kimi bu sual mənim yadımdadır. Deyir ki, ütünün altını hansı üsulla təmizləmək olmaz? Suallarda əsas diqqət verəcəyiniz məqamlardan biri sizdən lazım olanı soruşur, yoxsa lazım olmayanı soruşur. Baxın, olmaz hansıdırsa onu soruşur bizdən. Birinci, kibrit qutusunun köməyi ilə. Bəli, müəllimlər, kibrit qutusu ilə biz onu təmizləyə bilirik. Bu aiddir. Bunu götürmürük. Çünki bizə aid olmayan lazımdır. Kibrit qutusu aiddir. Sonra deyir, xüsusi karandaşın köməyi ilə. Bəli, xüsusi karandaş da aiddir. Ütü üçün xüsusi karandaş var ki, təlimatda olan qədər qızdırırıq və sonra karandaş vasitəsilə təmizləyirik. 3-ə baxaq. Deyir, bıçağın və ya sumbata kağızının köməyi ilə. Bıçaq və sumbata kağızının köməyi ilə isə təmizləmək olmaz. Elə bizim doğru cavabımız B variantı, yəni 3 olacaq. Çünki bıçaq və sumbata kağızı ilə əgər biz ütünün altını təmizləsək, bu zaman onun ütünün altı cızılacaq. Ona görə də olmaz. Digər variantlarda oxuyum. 4-də deyir ki, ütünü maksimal temperatura qədər qızdırıb duza sürtməklə. Bəli, bu da aiddir müəllimlər. Hətta ona parafin yonqarı da qatırdıq. 5-ci, deyir ki, sirkə hopdurulmuş əski və ya pambıqla. Bəli, bu da aiddir. Hətta onun effektini artırmaq üçün ona biz naşatır spirti də əlavə edirdik və nazik sarı ərpi təmizləmək üçün olan bir üsul idi. Bu sualda bizim doğru cavabımız olacaq 3 rəqəmi, yəni B variantı. Növbəti suala baxaq. Deyir ki, torna dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqunda hansı maşınlara aiddir? Baxın, hər birində dəzgah sözü var. Oradan da biz o maşının adını çıxara bilirik. Həmçinin də bu hissə yeni əlavə olunmuş hissələr də var burada. Laqondadır, ştamplama dəzgahıdır. Məsələn, bunlar köhnə kitablarda yoxdur, təzə kitabdadır. Və bu maşınlar, müəllimlər, C variantında verilmiş texnoloji maşınlara aiddir. Baxın, verib nəqliyyat maşınları. Nəqliyyat maşınları ola bilməz. Nəqliyyatları azdan çoxdan hər birimiz tanıyırıq. Ona görə biz bunu götürə bilmərik. B-də verib məişət maşınları. Məişət, yəni gündəlik həyatımızda, evimizdə istifadə etdiyimiz maşınları da ən azından tanıyırıq. Onların içərisində bu adlı maşınlar yoxdur. Bunu da götürmürük. Nəql edici maşınlarda hardasa tərəddüd edə bilərsiniz, amma kitabı oxumusunuzsa, buradan da biləcəksiniz ki, nəql edici maşınlara aid deyil. Yəni nəql etmirlər bunlar. Y-də isə verib energetik maşınlar. Bunlar da aid deyil müəllimlər. Çünki energetik maşınlara əsasən mühərriklər, bir də generator aiddir. Başqa heç bir şey yoxdur orada. Və belə qənaətə gəlirik ki, bu sualımızda torna dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı və laqonda texnoloji maşınlara aiddir. Doğru cavabımız olacaq C variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımız daha bir uyğunlaşdırmadır və burada biz hissələri uyğunlaşdıracaq müəllimlər. Yenə də burada siz şəkili kiçik fonda görəcəksiniz, amma izah edəcəm. Deyir ki, çilingər bıçqısının hissələrini nömrələrinə uyğun şəkildə sıralayın. A. Çərçivə, B. Qulaqlı qayka, C. Bıçqı, D. Tərpənməz başlıq, E. Hərəkətli başlıq, F. Dəstək, G. Ştiftlər. Deməli, müəllimlər, A-da verib çərçivə. Çərçivəni tapaq. Çərçivə sizcə ilk baxışda hansına oxşuyur? Təbii ki də 2 rəqəminə oxşuyur müəllimlər. 2 rəqəm, baxın, bu hissə onun çərçivəsidir. Bu hissə onun çərçivəsi. Deməli, çərçivə olacaq 2.
Sonra verib qulaqlı qayka. Qulaqlı qayka isə bir rəqəmində olan hissəni göstərir. Yaxından şəkilə baxanda orada həqiqətən də qaykanın qulaqlı formada olduğunu biz görə bilirik. Deməli, qulaqlı qayka oldu 1. 3 C-də verib bıçqı. Bıçqı isə müəllimlər hətta lupa ilə də yaxınlaşdırılıb tam olaraq burada göstərilib. Baxın, dişləri olan hissə bıçqı zolağıdır. Bu isə 4 rəqəmini əhatə edir. 4 rəqəmi. Sonra deyir tərpənməz başlıq və hərəkətli başlıq. Ola bilər ki, çoxunuz bu hissəni səhv salmış olarsınız müəllimlər testdə. Hər iki başlıq orada var. Biri tərpənməz başlıqdır, biri isə hərəkətsiz, daha doğrusu hərəkətli başlıqdır. Tərpənməz başlıq, yadda saxlayın müəllimlər, dəstək tərəfdə olan hissədir. Dəstək də tərpənmir, yəni dəstək hərəkət etmir. Ona görə dəstək tərəfdə olan 5 rəqəmi tərpənməz başlığı bildirir. Amma hərəkətli başlığı isə müəllimlər burada 3 rəqəmini göstərir. Yəni qulaqlı qaykaya yaxın olan hissəni əhatə edir. Qulaqlı qaykaya yaxın hissə, orada qulaqlı qaykamızı hərəkət etdirdikdə o da hərəkət edə bilir. Ona görə 3 rəqəmi də aid olacaq hərəkətli başlığa. Sonra verib dəstək. Dəstək isə 6 rəqəmi ilə göstərilmişdir. Sarı hissə var burada. Baxın, bu ilə dəstəkdir. Altını da yazdıq dəstəyə. Daha sonra verib ştiftlər. Ştiftləri biz hardan görə bilərik? 7 rəqəmində 2 ədəd ştift var burada. 7 rəqəmi isə ştiftləri əhatə edir. Deməli, indi müəllimlər, doğru düzgün cavabımızı tapaq. 1 oldu B, 2 oldu A, 3 oldu E, sonra 4 oldu C, 5 oldu D, 6 F, 7 isə C. İndi baxaq hansı variantdır. İmtahanda da beləsi qarma-qarışıq bir sual olanda bu zaman mütləq şəkildə vərəqdə öz qeydiyyatınızı aparın, sonra uyğun variantı seçin. Deməli, 1B. 1B olan 3 dənə variant var. Həm B variantıdır, A-da yoxdur, A-nı da çıxırıq, C-ni də çıxırıq. Digər baxırıq B, D və Y variantlarına. Bir də sonuncu variantımıza baxaq. Biz son olaraq nə götürmüşük? 7-də C hərfini götürmüşük. Deməli, biz buradan B-ni də çıxdıq müəllimlər. Çünki B-də 7-ci F-i göstərir. Bu da aid deyil. D və Y-yə baxaq. Deməli, birinci B oldu, ikinci A oldu, üçüncü E oldu. Aha, 4-də artıq fərqlənir. 4-də biz götürmüşük C. Burada D variantında D götürübdür. Ona görə D variantında biz çıxdıq. Doğru cavabımız olacaq müəllimlər. Y variantı 1B, 2A, 3E, 4C, 5D, 6F, 7C. Belə suallarda mütləq şəkildə qeydiyyat aparıb sonra doğru variantı tapın. Keçid alaq növbəti sualımıza. Növbəti sualımız isə cədvəl sualıdır. Müəllimlərimə istifadə etdiyim suallar arasında üstünlük təşkil edən bir sual formatıdır. Çünki cədvəl tipli suallar hər zaman sanki beynimizi daha da aktivləşdirir. Yəni biliklərimizi daha yaxşı inteqrasiya etməyə, əlaqələndirməyə kömək edir. Deyir ki, cədvələ əsasən uyğunluğu tapın. Bu tipdə suallarda baxırıq ki, bizdən nə istəyir? Uyğunluq yoxsa uyğunsuzluq? Əgər uyğunluq istəyirsə, doğrunun altında olan doğruları götürürük, yəni düz cavabları. Yanlışın altında olan yanlış cavabları götürürük. Yəni, daha yanlışın altında düz cavabdır, mən bunu götürüm, olmaz. Yanlışın altında olan yanlış lazımdır bizə. Amma uyğunsuzluq dedikdə, bu zaman əksinə olur. Doğrunun altında yanlışı götürürük, yanlışın altında isə doğruları götürürük. İndi bu sualda biz baxırıq uyğunluğa. Uyğunluğu tapaq. Deməli, müəllimlər, birinci, deyir ki, mühərrik hər hansı bir enerji növünü mexaniki işə çevirən qurğudur. Həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir. Bu məlumat doğrudurmu, müəllimlər? Bəli, bu məlumat doğrudur. Biz buna plus qoyaq. İkinciyə baxaq. Deyir, məlumat maşınları materialları dəyişdirir, yükləri və insanları daşıyır. Xeyr, müəllimlər, məlumat maşını, baxın, məlumat nə deməkdir? İnformasiya. Yəni, bizə informasiya verən, alan, informasiyanı, hər hansısa bir məlumatı emal edən, saxlayan maşınlar, məsələn,
kompüterdir, nə bilim telefondur, video cihazlar və s. fotoaparat, bunlar aid ola bilər. Amma burada deyir materialları dəyişdirir, yükləri və insanları daşıyır. Bu isə iş maşınlarının tərifidir. Yəni bu yanlışdır. Ona görə çıxaq işarəsi qoydum mən buna. Sonra baxaq 3-ə. 3-də deyir ki, mexanizm maşının, cihazın, aparatın onları işə salan daxili qurğusudur. Bəli, müəllimlər, bu mexanizmin doğru tərifidir. Mexanizmin açar sözü də daxili qurğu sözüdür. Bu hissəni yadda saxlayaq. 4-ə baxaq. 4-də deyir ki, energetik maşınlar bir növ məlumatı digərinə çevirir və məlumat toplamaq, emal etmək, saxlamaq və istifadə etmək üçün nəzərdə tutulmuşdur. Əgər baxın, cümlədə məlumat sözü varsa, görün neçə yerdə məlumat sözü var. Deməli, bu hansı maşınlardan söhbət gedir burada? Məlumat maşınlarından söhbət gedir. Energetik maşınlar bir enerjini başqa bir enerjiyə çevirən maşınlardır. Ona görə müəllimlər, 4-cü hissədə, cümlədə səhvdir, yanlışdır. Deməli, biz doğrunu tapanda nə edirik? Buradan nəyi götürəcəyik? Doğrunu tapanda hər bir hissədə, hər bir cümlədə doğrudursa plus qoyun, səhvdirsə minus qoyun. Daha sonra doğrunun altından bizə nə lazımdır? Uyğunluğu tapırıqsa doğrular. Deməli, mənə 1 lazımdır, 1-i götürəcəm. Yanlışın altından mənə nə lazımdır? Yanlış cavab lazımdır. Yanlış cavab hansıdır? Yanlışın aşağısında 4 rəqəmidir. Yəni 4-ü götürəcəm. Deməli, bu sualda bizim doğru cavabımız olacaq B variantı. 1 və 4. Keçid alaq növbəti sualımıza. Növbəti sualımızda deyir ki, müəllim texnologiya dərsində şagirdə əşyanın çərpic divara bərkidilməsi ardıcıllığını sadalamağı tapşırır. Bu ardıcıllıq necə sadalanırdı? Deməli, müəllimlər, bunu artıq biz situasiya sualı hesab edə bilirik. Çünki artıq dərs prosesinə getdi, dərs prosesində müəllimin verdiyi tapşırığa əsaslandı. Bəzən deyirsiniz, situativ sual nəyə deyilir? Bu tipdə suallara deyilir. Və əsas olan bu sualda bizə nə lazımdır? Kərpic divara əşyanı hansı ardıcıllıqla bərkidirdik? Biz də bunu kitabdan oxumuşuq və biliriksə, bu zaman rahat şəkildə sualı tapacaq. 1. Şurup bağlanır. 2. Əşya bərkidilir. Bunlar sona yaxın hissələrdir. 3. Dəlik burğulanır. 4. Yubel dəliyə quraşdırılır. Baxın, müəllimlər, mən divara hər hansısa bir əşyanı bərkitmək üçün birinci nə etməliyəm? Orada dəlik burğulamalıyam. Yəni, birinci cavabımız olacaq 3. Dəliyi burğulandıqdan sonra ora biz dübel quraşdırırıq və kərpic divara da mismar dübeli quraşdırırdıq. Tıxac və şurupdan ibarət mismar dübeli quraşdırırdıq. 3-dən sonra gələcək 4. Daha sonra dübeli daxil etdik dəliyə. Ondan sonra isə şurupu bağlamalıyam. 4-dən sonra gələcək 1. Daha sonra ən axırda mən əşyanı bərkitməliyəm. Sonra isə gələcək 2. Deməli, müəllimlər, ilk mərhələmiz oldu 3, son mərhələmiz isə 2 oldu. Ümumiyyətlə, əşyanın bərkidilmə mərhələsi ən axırdadır. Və baxırıq ki, 3 rəqəmi ilə başlayanlar çoxdur. O zaman digər variantlarımızı biz çıxırıq. Yəni, ən birinci dəlik burğulanmalıdır, 3 gəlməlidir. Və sonda da 2 gəlməlidir, əşya asılmalıdır. Bu variantlarda da burada A-da, sonda 4 gəlir. Bunu da çıxdım, A-da aid deyil. Baxırıq D və Y variantlarına. Doğru cavabımız olacaq 3, 4, 1 və 2, yəni D variantı olacaq. Yenə də bu faktiki bir məlumatdır. Bu situasiya formasında da verilsə, cədvəl formasında da verilsə, yenə də biz hara əsaslanırıq, kitaba əsaslanırıq. Siz kitabdan o məlumatı bilməlisiniz ki, orada həmin məntiqi uyğunlaşdıra biləsiniz. Növbəti bir sadə sualımıza baxaq. Deyir ki, qidalanmanın ümumi enerji dəyərinə görə uyğunlaşdırın. Səhər yeməyi, günorta yeməyi, axşam yeməyi. 1, 2, 3, 4, 1, 2, 3 burada yoxdur. Yəqin ki, səhər 1-dir, günorta 2-dir, axşam da 3-dür. Biz də bunu uyğunlaşdıraq. A-da deyir 50%, B-də 20-25%, C-də isə 25-30% olaraq verilmişdir. Deməli, müəllimlər, günorta yeməyi tam olaraq 50%-dir. Günorta yeməyi 100%-in, yəni tam ortasını əhatə edir, 50%-i əhatə edir. Və səhərlə axşam yeməyini müəllimlər çox vaxt qarışdırırlar. 2B-dir. Bunu yazaq, burada qeyd edək. Bir dənə o fikri, düşüncəni yadda saxlayın ki, həmişə deyirlər ki, hər bir yerdə diyetoloqlar olsun, kitablar olsun, həkimlər olsun, fərq etmir. Axşam çox yeməyin. Ona görə də ən az faizi biz axşam yeməyinə götürəcəyik. Digər çox faizi isə səhər yeməyinə götürəcəyik. Yəni, burada
1. Səhər yeməyinə aiddir C variantı 25-30%. Axşam yeməyi 3-ə isə aid olacaq müəllimlər B variantı. B variantı. Aha, bayaq səhv yazmışam. 2-də A variantı olmalıdır. Hə, 50% A variantındadır. Deməli burada doğru cavabımız olacaq 1C, 2A, 3 isə B. Elə doğru cavabımız A variantıdır. Keçid alaq növbəti sualımıza. Sualda deyir ki, bu mebel furnituru düz bucaq altında yerləşən 2 metal lövhəcikdən ibarətdir. Onlarla rəf, çərçivə və nəfəsliklərin bu hissəni boş qoyub, o hissəni biz doldurmalıyıq. Bərkidilir. Söhbət deyir, hansı mebel furniturundan gedir? Bu hissəni niyə boş qoyub müəllimlər? Çünki orada həmin furniturun özünün adı var. Rəf, çərçivə və nəfəsliklərin künc birləşmələri bərkidilir. Burada künc sözü var kitabda. Ona görə həmin hissəni boş qoyub ki, o künc sözünü də versə artıq sualı avtomatik olaraq biz tapa bilirik. Ona görə. Yəni, künclüyün əsas açar məqamları nədir? Düz bucaq altında yerləşmə 2 metal lövhəcik. Bunlar künclük furniturunun əsas açar məqamlarıdır. Həmçinin nələrin bərkidilməsində istifadə olunur desə, o zaman da rəf, çərçivə və nəfəsliklər hamısında da ə hərfləri üstünlüyü təşkil edir. Bu cür rahat şəkildə yadda saxlaya bilərsiniz. Yəni, bu sualda müəllimlər söhbət gedir künclük furniturundan. Heç burada artıq çox fikirləşməyə də ehtiyac yoxdur. Həmçinin künclük furniturunda daha bir açar sözlər. Baxın, düz sözündə də ü var. Lövhəcikdə ö var, künclüyün özündə də ülər var. Oradan biz bunu yadımızda saxlaya bilərik. Keçid alaq növbəti sualımıza. Sualda deyilir ki, ailə büdcəsinin gəlirlərinə aid olmayanları seçin. Deməli, biz bu sualda gəlirləri tapacağıq və gəlirlərə aid olmayanları deyir seçin. Yəni, xərclər lazımdır bizə, belə deyək. Gəlirləri götürməyəcək. Bir də verib ki, ailə üzvlərinin əmək haqqısı. Əmək haqqı nədir? Gəlirdir. Bizə gəlir verir. Ona görə biz bunu götürməyəcəyik. Çünki aid olmayanı soruşur axı. Sonra 2-də deyir qida məhsullarının alınması. Bəli, qida məhsulunu alıramsa, burada artıq bu mənim xərci salır. Bu xərcdir, gəlir deyil. Bunu götürürük. 3-də deyir ki, mütləq ödəmələr, yığımlar və vergilər. Bəli, mütləq ödəmə, yığım və vergilər, bunlar da xərc hesab olunur müəllimlər. Bunlar gəlir deyil. Ona görə biz bunu da götürəcəyik. 4-də deyir müavinət və təqaüdlər. Bunu götürmürük. Çünki təqaüddən biz pul alırıq, yəni bizə gəlir. Müavinət də yenə bizə gəlir. Yəni gəlir odur, bizə gələnlərdir, xərci isə bizdən gedənlərdir. 5-ə baxaq. Mədəni məişət xidmətlərinə sərf edilmiş vəsait. Mədəni məişət xidmətlərinə sərf edilən vəsaitdə baxın, deyir sərf edilən vəsait. Sərf eləmişəmsə, deməli bu nədir? Mənim xərcimdir. Mən bunu da götürəcəm doğru cavab kimi. 6-ya baxaq. Şəxsi yardımçı təsərrüfatdan əldə edilən vəsait. Baxın, əldə edilən vəsait, əldə etmişəm. Deməli mənə gəlib. Bu gəlirə aiddir. Bunu da götürmürəm. Burada gəlirlərə aid olmayanlar olaraq 2, 3 və 5-i götürəcəyik. Doğru cavablara baxaq. 2, 3 və 5 B variantındadır. Doğru cavabımız olacaq B variantı. Növbəti suala keçid alaq. Deyir ki, ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri zamanı sonuncu mərhələ hansıdır? Ağacdan hazırlanmış pəncərə 7 mərhələdən ibarətdir. Birinci mərhələ pəncərə çərçivəsinin sökülməsidir. İkinci, boyanın təmizlənməsidir. Üçüncü, əlif yağının çəkilməsi. Dördüncü, pəncərənin bərpa edilməsi. Beşinci, zamaskalama mərhələsi. Altıncı, rəngləmə. 7-ci isə ən sonuncu mərhələ şüşələmədir. Yəni, pəncərənin şüşəsi ən axırda qoyulur. İndi baxaq variantlarımıza. Deyir, pəncərənin boyadan təmizlənməsi. Pəncərənin boyadan təmizlənməsi ikinci mərhələdir. Bunu götürmürük. B-də deyir, pəncərə çərçivəsinin rənglənməsi. Rəngləmə isə müəllimlər 6-cı mərhələdir. Hələ ən axırıncı deyil. Dedik ki, 7 mərhələdən ibarətdir. Sonra C-də deyir ki, zamaskalanması. Zamaskalanma isə rəngləmədən öncə aparılan prosesdir və 5-ci mərhələdir. D variantı, pəncərənin şüşələnməsi. Bəli, bu axırıncı variantdır. D variantını biz doğru cavab kimi götürəcəyik. Y-də deyir, çərçivənin əlif yağının hopdurulması. Əlif yağının hopdurulması isə
3-cü mərhələni əhatə edir. Ona görə biz bu mərhələni də götürmürük. Bu da 3-cü mərhələdir. Deməli, bu sualda bizim doğru cavabımız olacaq. D variantı pəncərənin şüşələnməsi. Ümumiyyətlə, pəncərə üzərində aparılan əməliyyatlarda ən axırıncı mərhələ şüşədir. Yəni, şüşəni ən axırda taxırlar ki, onun üzərinə heç bir rəng, çirk, cızıq, heç bir iz qoyulmasın, düşməsin. Baxaq növbəti sualımıza. Deyir ki, texnoloji sənədlərə nə aiddir? Baxın, müəllimlər, bir var bizdən soruşa ki, texnoloji sənədlər hansı sənədlərdir? O zaman biz o mətn, qrafik, təsvir sənədlərinə əsaslanırıq. Amma texnoloji sənədlərə nələr aiddir deyirsə, aiddir sözü varsa, o zaman xəritə sözü olanları götürəcəyik. Baxaq, birdə deyir texnoloji xəritə. Bəli, texnoloji xəritə aiddir. Bunu mən götürəcəm. 2-də deyir marşrut xəritəsi. Bəli, marşrut xəritəsi də aiddir. Bunu da götürəcəm. 3-də deyir texnoloji proses. Bu aid deyil. Bunu götürmürəm. 4-də deyir əməliyyat xəritəsi. Bu da aiddir. 4-ü də götürəcəm. 5-də də deyir texnoloji keçid. Bu da aid deyil. Bunu mən götürməyəcəm. Burada bizim doğru cavabımız olacaq C variantı 1, 2 və 4. Növbəti uyğunlaşdırma testimizə baxaq. Uyğunlaşdırın. 1. Çertyoş, 2. Eskiz, 3. Texniki təsvir. A. Məmulatın həcmli 3 tərəfli təsviridir. Müəllimlər, həcmli və 3 tərəfli təsvir deyəndə bu zaman texniki rəsm yada düşür. Yəni 3 olacaq A. B-də deyir, məmulatın yalnız əllə çəkilmiş bir tərəfdən təsviridir. Əgər bir tərəf sözünü gördüksə, deməli bu eskizdir. 2 olacaq B. C-yə baxaq. Məmulatın ön, sol, üst görünüşləri təsvir olunur. Əgər hər bir hissəni ayrı-ayrı görünüşdə ətraflı şəkildə bizə verirsə, dəqiq şəkildə bu olur çertyoş. Görünüşlər verilibsə, bu zaman bu da çertyoşa aiddir. 1 də olacaq C. Deməli, doğru cavabımız 1C, 2B, 3 isə A. Yəni, B variantı olacaq. Növbəti sualımıza keçid alaq. Növbəti sualımızda deyir ki, əməliyyat xəritəsi nədir? Əməliyyat xəritəsinə baxaq. Çox sadə bir tərifi var. A variantı deyir, iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə olunan əsas texnoloji sənəd. Əsas texnoloji sənəd dedirsə, bu aid olacaq marşrut xəritəsinə. Yəni, marşrut xəritəsini çəkmək rahatdır deyə, iş sənədlərinin tərtibində elə ilk olaraq da ondan istifadə olunur. Çünki texnoloji biraz daha çox ətraflıdır, daha çox dəqiqlik tələb edir. Hər mərhələdə qrafik təsvir, alət tərtibatlar, biraz işimiz daha mürəkkəbə gedir. Ona görə də əsas texnoloji sənəd deyəndə çaşmayın müəllimlər. Marşrut xəritəsini götürürük, çünki orada müəyyən ardıcıllıqla gedir işlər. B-də deyir ki, keçidlərin, qurğuların və tətbiq edilən alətlərin siyahısıdır. Bəli, müəllimlər, elə bizim doğru cavabımız B variantıdır. Əməliyyat xəritəsi deyəndə yadda saxlayırıq bir dənə siyahı. Siyahı sözü əməliyyat xəritəsidir. Əməliyyatların siyahısı. Keçidlər, qurğular, tətbiq olunan alət və tərtibatlar. Bunları yadda saxlayaq. Digər variantlarımıza da baxaq. C-də deyir ki, texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma prosesi. Tam hazırlanma deyirsə, deməli bu texnoloji xəritəyə aiddir. D variantı. Deyir, eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsidir. Əgər eyni təchizat vasitələrinə yerinə yetir və başa çatmış hissə deyirsə, deməli bu keçiddir, texnoloji keçid. Biri qutardı, digərinə keçdim. Məsələn, mişarlama qutardı, cilalamaya keçdim. Cilalama qutardı, nə bilim, rəngləməyə keçdim və s. Yəni, biri bitdi, başa çatmış hissə dedisə, keçiddir. Qutarda o birisinə keçəcəksən. Y variantı. İstehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi üçün məqsədyönlü fəaliyyətdir. Əgər əmək əşyası sözünü gördüksə, bu da deməli, texnoloji prosesin tərifidir, müəllimlər. Yəni, bizə nə lazım idi? Əməliyyat xəritəsi nədir? Əməliyyat xəritəsi keçidlərin, qurğuların, tətbiq edilən alətlərin siyahısıdır. Siyahı sözünü yadda saxlasaq, bu cümləni rahat şəkildə tapacağıq. Keçid alaq növbəti sualımıza. Deyir ki, şagird yumruqcuqlu mexanizmə aid ad, say, material, miqyas kimi məlumatları hansı çertyoş sənədindən oxumalıdır? Deməli, bizə nə lazımdır? Məmulatla tanışlıq. Onun adı nədir? Neçə dənə hissəsi var? Onun materialı nədir? Sayı nədir? Bunları öyrənmək üçün də deyir,
hansından öyrənə bilərik? A-da verib spesifikasiya. Bəli, müəllimlər, elə bu sualın doğru cavabı A variantı spesifikasiyadır. Digər variantları da oxuyuram. B-də verib marşrut xəritəsi. Xeyr, müəllimlər, marşrut xəritəsi texnoloji sənəd növüdür. Burada yəni texnoloji sənədlərə aiddir. Amma burada çertiyoj sənədini oxumaqdan söhbət gedir. C-də verib texnoloji xəritə, bu da aid deyil. Çünki niyə texnoloji xəritə aid deyil? Orada hər hansısa bir təsvir verilir. Amma bizə onun oxunması lazımdır. D-də verib yığma çertiyoju. Yığma çertiyoju məlumat bir neçə detaldan ibarət olunanda olur. Yenə də orada təsvir verilir. Y-də deyir texniki təsvir. Texniki təsvirdə 3 tərəfli həcmli təsvirdir. Yəni bunların bir çoxunda biz təsviri görə bilərik. Həmçinin spesifikasiyanı da görə bilirik. Amma sırf burada verilən məlumatlar ad, say, material harda yazılır? Spesifikasiyada yazılır. Spesifikasiyada vərəqin aşağı sağ küncündə yerləşir. Növbəti sualımıza baxaq. Deyir ki, mühəndis layihəyə başlayarkən ölçü alətlərindən istifadə etmədən, ölçü alətləri yoxdur, istifadə eləmir, əl ilə sürətli təsvir hazırlayır. Bu təsvir necə adlanır? A. Çertiyoj, B. Sxem, C. Texniki rəsm, D. Spesifikasiya, E. Eskiz. Bu sualda müəllimlər görürsə ki, əgər əl ilə surətli, yəni surətli sözü ola da bilər, olmaya da bilər, onun bir o qədər fərqi yoxdur. Əsas o da əllə yerinə yetirilir və surətli şəkildə hazırlayır deyir, bu təsvir necə adlanır? Burada biz texniki rəsmi götürürük. Çünki texniki rəsmdə biz bunu, siz burada çaşa bilərsiniz ki, niyə bəs eskizi götürmədim? Niyə götürmədim onu deyim. Çünki bu hissə 7-ci sinifdə quraşdırma mövzusu var. Həmin orada deyir ki, layihələndirmə zamanı ən çox üstünlük verilən təsvir növlərindən biri əsasən birincisi texniki rəsmdir. Sırf burada da bu layihə sözü var. Layihə sözü olduğu üçün mən gedib orada eskizi götürə bilmərəm. Çünki deyə bilərsiniz ki, məsəl üçün sualda bir tərəfli soruşmur, 3 tərəfli soruşmur, eləcə deyir əllə surətli çəkilir. Yaxşı, mən əlimlə eskizi də çəkə bilərəm. Ondan sonra texniki rəsmi də çəkə bilərəm. Niyə bəs eskizi götürmədim? Çünki burada layihəni deyir. Layihəyə başlayarkən deyirsə, o zaman burada doğru cavabımız olacaq texniki rəsm. Spesifikasiyanı götürə bilmərik, çünki o təsvir deyil, sadəcə təsvir haqqında məlumat verir bizə. Sxemdir, sadəcə şərti işarələrdən ibarətdir. Biz onu da götürə bilmərik. Həmçinin də sxemdə qarşılıqlı təsir sözü də onun açar məqamı idi. Onu da yadda saxlayaq. Çertiyoj da götürə bilmərəm. Çünki çertiyoj əllə yox, ölçü alətlərindən istifadə edilərək çəkilir. Amma bu sualda deyir ki, ölçü alətlərindən istifadə etmədən. Ona görə çertiyoj da götürmürəm. Bu sualın doğru cavabı olacaq C variantı texniki rəsm. Belə müəllimlər, suallar bu qədər. Artinin bizə təqdim etdiyi sualları sadəcə mən sizə izah etdim ətraflı şəkildə. Və siz də bu videodan faydalandınızsa, bu zaman videonu bəyənməyi və digər şəxslərlə də paylaşmağı unutmayın ki, daha çox şəxslər bu tipdə imtahan suallarından xəbərdar olmuş olsunlar. Əslində suallar haqqında rəyimi bildirim ki, suallar çətin idimi? Xeyr. Təbii ki də suallar çətin deyildi müəllimlər. MİQ-in suallarına baxdıqda bu suallar çətin deyildi. Və normal səviyyədə kitabları oxuyan, hər hansısa bir testləri, sınaqları vaxtında işləyən bir müəllim imtahan suallarında da inanıram ki, çətinliyi çəkməyəcək. Yəni bunlar bizim müəllimlərimizlə hər gün demək olar ki, işlədiyimiz testlərin ən sadə formalarıdır. Yəni biz bu testlərin daha mürəkkəblərini işləyirik. Ona görə də inanıram ki, hər bir müəllim bu sualları, sertifikasiya suallarını çox rahatlıqla edəcəklər. Belə müəllimlər, hər birinizə uğurlar arzulayıram.